Değerli izləyicilər, öncə sizi salamlayıram və bugün bizə yönləndirilən suallar haqqında istərdim ki, məlumat verim və suallardan biri də istik çöldə eklemiyyadır. Yəni, istik çöldə eklemiyya haqqında öz biliklərimi və məlumatlarımı paylaşmaq istərdim sizdən. İstik çöldə eklemiyya dedikdə nədir? Yəni, qalxanvari vəzin xaric olunması əməliyyatı məhz kəsik vasitəsilə, boğazda olan kəsik vasitəsilə deyil, bəzi hallarda qoltuq altından, bəzi hallarda ağızdan daxil olaraq, yəni qalxanvari vəzin xaric olunması əməliyyatıdır. Yəni, buna biz deyirik endoskopik əməliyyatlar və bu əməliyyatlar çox vaxt hansı ölkələrdə daha çox tətbiq olunur? Yəni Cənubi Koreyadır, Taylanddır, yəni Şərq Asiya ölkələrində istifadə olunur bu əməliyyatlardan. Orada geniş vüsət alıb. Bizim ölkədə də yəni bəzi mərkəzlərdə bu əməliyyatlar icra olunur və burada əməliyyata göstərişlər bilavasitə bir çox göstəricilər əsasında seçilir. Yəni hər xəstəni biz yəni istik çöldə eklemiyya əməliyyatına götürə bilmirik. Çünki burada vəzin həcmi, vəzdəki olan düyünün həcmi, düyünün xüsusiyyətləri, xəstənin boynun yəni uzun olması kimi göstəricilər mütləq vacibdir. Yəni bunlar seçildikdən sonra biz istik çöldə eklemiyya əməliyyatına icazə veririk və ondan sonra xəstəni əməliyyata götürürük. Və bir də var, yəni minimvaziv üsullar. Minimvaziv üsullar isə yəni xəstədə heç bir kəsik olmadan, yəni heç bir əməliyyat, yəni narkoz verilmədən aparılan əməliyyatlardır ki, bunlar isə biz yəni düyünlərdə istifadə edirik. Məsələn, qalxanvari vəzin düyünlərində əgər bir düyündürsə, hər iki payda və yaxud bir düyün varsa, bu zaman bu prosedurları rahat icra etmək olur. Yəni prosedur yerləşdirmə anesteziyası altında aparılır. Yəni ümumi narkoza ehtiyac olmur. Ultrasəs cihazının müşayiəti ilə icra olunur. Xüsusi yəni lazer və ya mikrofiber və ya olan antenaları düyünün içərisinə daxil edilir və o müşahidə altında məsələn düyün ablasiya, yəni yandırılır və müəyyən müddətdən sonra isə xəstədə düyünlər başlayır çirməyə. Bu zaman xəstənin heç bir yəni kəsiyi olmur və əməliyyatdan sonra da, yəni bu prosedurdan sonra da yəni bu üsulun üstün cəhəti odur ki, xəstələr ömürlük, yəni dərman, hormon terapiyasına ehtiyac qalmır, yəni hər hansı bir dərman müalicəsinə ehtiyac olmur.